Çoxunuzun Smooth Filosu haqqında məlumatı var. Olmayanlar üçün deyim ki, Smooth Filosu odur ki, 50-yə yaxın ölkənin 500-ə yaxın vətəndaşı təxminən 40-dan çox gəmi ilə Fələstinə, yəni Qəzza sahillərinə humanitar yardım daşıyan gəmilər toplusudur. Gəmilər ilk yola çıxdığı gündən bu tərəfə bütün prosesi izləmişəm. Gəmilərdə dünyaca məşhur aktivistlər, aktyorlar, Game of Thrones-un hətta məşhur İrland aktyoru da o gəmidədir və araşdırsanız görərsiniz ki, çox sayda məşhurlar həmin gəmilərdə Fələstinə doğru oradakı uşaqlara, oradakı insanlara yardım daşımaq üçün bütün dünya liderlərinin, çox insanın eləyə bilməyəcəyi cəsarəti göstərərək başlarına nəyin gələcəyini qeyri-müəyyəndir. Başlarına nəyin gələcəyini təxmin eləmədən həmin yola çıxıblar. Sırf insanlığı seçdikləri üçün, insan olduqları üçün. Və mən də bir insan olaraq zaten bütün necə deyim, bu İsrailin Fələstində elədiyi soyqırımı, bütün qeyri-insani davranışları hamısını görürəm. Elə videolar var ki, onlara ümumiyyətlə baxmaq belə mümkün deyil. Yəni təsəvvür eləyin ki, bir uşaq dünyaya gəlir və dünyaya gəldiyi dəqiqədə onun doğum kağızı ilə ölüm kağızı eyni anda atasına təhvil verilir. Çünki İsrail xəstəxananı, İsrail dövləti, İsrail ordusu xəstəxananı bombalayır. 20 mindən çox uşaq öldürülüb. Qadınlar, fərqi yoxdur, kişi, qadın, yəni orada insanlığa qarşı soyqırım var və sağ qalanlar acılıqla, susuzluqla, ümumiyyətlə qeyri-insani davranışlarla sınanırlar və bütün dünya buna səssizdir. Sadəcə insanlıq naminə, yəni insansansa, insan olaraq ağrı, acı hiss eləyirsənsə, onların ağrısını, acısını bölüşməyi bacarmalısan, onların nə çəkdiyini empatiya quraraq hiss eləyib və bu zülmə səs çıxarmalısan, səssiz qalmamalısan. Yəni şəxsən mən səssiz qala bilmirəm. Və bütün bu qədər zülmün mən şübhəsiz əminəm ki, bir sorğu-sual, haqq-hesab günü gələcək və həmin haqq-hesab günü gəlib çatanda heç olmasa biz o dimdiyində su daşıyan sərçə kimi heç olmasa biz də deyək ki, biz bunu bacarırdıq, bunu eləmişik. Yəni vicdanlarımızı axtarıb tapaq, səssiz qalmayaq.